Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi tahirin. Ve lanetullah ala a'daihim ecmain minel an ila liqai yevmiddin. Nəhməduhu və nəstə'inuh. Rabbi şrah li sədri və yəssir li əmri və hlul uqdətən min lisani yefqahu qavli. Sadaqallahu l-aliyyul azim. Allah Teala ibadət taatımızı qəbul eləsin inşallah. Allah Teala bu günü tamam möminlərə mübarəklər qərar versin inşallah. Bizi həqiqi namaz qılanlardan qərar versin inşallah. Dünya və axirətdə bizi Peyğəmbər və Əhl-i Beytinin ziyarətindən və şəfaətindən binəsib eləməsin inşallah. Allah Teala bizi bu dində, bu əqidədə sabit qədəm eləsin inşallah. Nəslimizdən, bədi nəslimizdən İslama düşmən qərar verməsin inşallah. İslamın düşmənləri hansı məqamda var, tezlikcə məhv nabud eləsin inşallah. Bəhsimizdən əvvəl ki, sabah inşallah axşam xanım Zeynəbin mübarək Mövlud axşamıdır, şam namazında məsciddə məclisimiz olacaq, möminlər inşallah təşrif gətirərlər. Çünki birisi gün Mövludun günüdür, sabah axşamıdır ki, inşallah məsciddə qeyd eləmək fikrimiz var, qismət olsa. Bəhsimiz ki, keçən dəfədə demək olar ki, o hədisin axırları idi, danışdıq. Hüzün və qəm barəsində ki, insanda təsir qoyar. Bugünkü söhbətimiz insanın təqribən elm barəsindədir, elmin, insanda olan elmin barəsində, amma elmin bəhsi bizim bu kitablarda və bu əxlaq kitablarında, belə deyək də moizə kitablarında, hədis, rivayət kitablarında elmin uzun bəhsi var da. Məsələn, Üsul-u Kafidə bir cild, məsələn, neçə cild gətirib, ya məsələn, biharda nə qədər gətirib, ya üst-üstə elə bir qarışıq mövzulardan bəhs olunan kitablarda elmin faydası, elmi öyrənmək, elmi öyrətmək, ondan sonra bu cürə elmi oxuyub istifadə eləməmək, istifadə alimi bir əməl, ondan sonra alim ki, elminə əməl eləyər. Bu mövzuda uzun mövzulardır ki, söhbətlər var. Amma burada bu hədisdə elmin ancaq bir dənə xasiyyətinə işarə edib ki, insanda elm oldu, bir şeyi bildi. Əlbəttə, elm burada mütləq elm mənasına da, yəni hər hansı bir şeyi bilmək, bir şey barəsində xəbərdar olmaq və xüsusən də dini bilmək və din barəsində xəbərdar olmaq bəhsindədir. Amma da məsələn, bütün elmlər və tamamən bəzi dünyəvi elmlər onun bəhsi deyil. Onların da bəhsi var yerində, amma bu söz o bəhsə aiddir ki, necə keçən dəfələrdə biz o qəmin və qüssənin barəsində söhbət eləyəndə dedik ki, bu bir insana ariz olan məsələdir. Daxildən insana ariz olar. İnsan da gərək ondan bir faydalı istifadə eləsin. Bu ola bilməz ki, bir şey insana ariz olsun, amma insan ondan faydalı istifadə eləməsin. Məsələn, dəfələrlə eşitmişsiniz ki, insanın qızdırması olanda, temperaturası olanda, rivayət deyir, mömin qızdıranda günaha nə edir? Ağacdan payızda yarpaqlar necə tökülür, o cür onun günahı tökülür. Amma gərək o halətdən nə edirsən? İstifadə edirsən. Məsələn, mömin qızdırıb, məsələn, evdə səbri tutmayıb, gedib oturub çayxanada çay içir, domino oynayır, ondan da sonra inşallah deyir, bu xəstəliyimlə də bir xeylaq, məsələn, günahlarımdan azaldı. Fikir eləmirəm, o qızdırma ona bir yüngüllük gətirsin, ya məsələn, bunun günahlarından azaltsın. Mömin, əlbəttə, biraz o sifətlər ki, biz deyirik, ya hədis deyir, ya rivayət deyir. Məsələn, mömin, dünən axşam qardaşlardan biri dedi ki, simic mömin. Məsələn, mömin simic olar, belə olar, simic mömin. Simic isə bunun arası mömindir, elə deyir acı, simic mömin. Bu sadəcə niyə görə ona mömin deyirlər? Ona görə o imanın lazımələrindən, imanlı adamın elədici işlərdə, məsələn, namaz qılır, İslam gətirib, əşhədə ən la ilahə illallah, əşhədə ənə Muhammedən Rasulullah sallallahu aleyhi və səlləm. Dedi, bəli, buna deyirlər müsəlman.
Ənə Əliyyən Vəliyullah dedi, bəli, bu da iman sahibi oldu. İndi onun ətrafında olan ki, ondan qarşıya çıxan məsələlər ki, namaz qılır, oruç tutur, məsələn, bu əməllərdən deyilir, buna mömin demək olar. Amma bu ki, simicdir, bu möminin xüsusiyyətlərindən deyir. Xəsisdir, bu möminin xüsusiyyətlərindən deyir. Və məsələn, paxıldır, möminin xüsusiyyətlərindən deyir. Qeybət eləyən də bu möminin xüsusiyyətlərindən deyir. Və niyə onda biz ona mömin deyirik? Və niyə görə hətta hədislər onun istilahın mömin istilahı ilə gətirib? Sizə mümkün müxtəlif mənası ola, amma belə bizim dərdimizə bugünlük dəyən mənası budur ki, bu adla ki tanınıb, elə birinin ləqəbi olub, elə hamı o ləqəblə çağırır. Bu adla ki bu tanınıb bugünə qədər, bir gün də nədir? Həmin adına nə olur? Elə o başqa işlərdə o adına deyilir. Simic mömin məsələn. Və mümkündür başqa bir cəhəti də bu olsun ki, bu xasiyyət ki, insanda pis təsir qoyar, istəyir işin özünün pisliyini göstərsin. Nə mənada? Məsələn, deyir, Əli əleyhissalam buyurur ki, simic möminin cəhənnəmə getməyi adi kafirin behişdə getməyindən daha sürətlidir. Çatdı acıdaş. Yəni, kafirin behişdə getmək ehtimalı çoxdur. Simic möminin behişdə getməyindən. Başa düşdünüz? Ya bu biri tərəfi deyək, simic möminin cəhənnəmə getməyi kafirin cəhənnəmə getməyindən daha yaxındır. Bildiniz? İstəyir bu sifətin pisliyin və əsərinin, təsirinin çoxluğunu göstərsin. Ki, hətta mümində də olsa belə onu behiştin lap elə ağzından, qapısından çıxardar, neynəyər? Aparar, salar cəhənnəmə. Ki, məsələn, dəfələrlə bəhsimiz olur ki, Allah Teala Həzrəti Adəmi cəzalandırdığı kimi heç kimi cəzalandırmayıb. Bir daha barmağınızı qatdan dön, filan Peyğəmbəri Allah Teala Adəm qədər cəzalandırdı. Şayət imtihanları biraz yüngül olub, o birisilərinin biraz imtihanları ağır olub, amma o bəzi günah yoxa, tərki ovlaların ki, bunu eləməsəydi daha yaxşı idi, ki, axirət zamanda və 14 məsumda heç onlarda olmadı, ki, onun müqabilində Allah Teala bir balaca silkələyib onu, Adəmi hamıdan çox silkələyibdir. Əgər Əyyubun, məsələn, bənabər bir nəqli bədəninə quş düşdüsə, məsələn, Həzrəti İsmail o sadiq əlvədin üzünün dərisini soydularsa, nə bilim, Həzrəti Lutun başına oyunu gətirdilərsə, İbrahimlə neynədilərsə, Həzrəti İbrahimin ki, Həzrəti Adəmin ki, çox çətindir, illər. Neçə illər ki, məsələn, rabitə kəsildi, əlaqə kəsildi, hər tərəf zülmət oldu, nə bir adam tapa bildi, nə bir nəfər tapa bildi ki, bəzi rivayətlər, mən də indi səhhətin dəqiq bilmirəm, deyir, Həzrəti Adam o qədər ağlamışdı bu Ərəfat çölündə, gözünün yaşı üzündə neynəmişdi? İz salmışdı, əməlli başlı iz salmışdı gözünün yaşı. Ki, bu qədər Allah Teala bunu o işinin müqabilində neynədi? Belə deyək də, cəza deməyək, hər halda belə elədi. Bu niyə görədir? Allah bununla bilmək istəyir ki, hətta yer üzündə sizdən bir nəfər ola, ki, ikincisi olmaya. Və mənim yer üzündə hədəfimi aparmaqlığa ikinci bir adam olmaya, özdə mənim ən yaxın adamım ola. Birbaşa xilqətində ki, mən də elə Cənab-ı Cəbrəl, məsələn, adi insanların dünyaya gəlməyində atanın, ananın filan, Allahın işi yerində. Cəmba, orada da Cənab-ı Cəbrəl nəm torpağı ələyirdi, sonra onu palçıq tuturdu, nəm çevirirdi, qurudurdu, nəm heykəli yaradırdı, neynirdi ki, da birbaşa elə birinci adamım ki, onun hətta vücuda gəlməyində bu qədər zəhmət çəkib, o da belə mənim sözümlə çıxsa, mən uzun uzadı neynərəm onu, cəzalandırıram. O mümkündür, bu cəhətdən də olsun ki, mömin, bu xəsislik, bu simicliyin adını nə cürə deyirsən deyə, bu bir xasiyyətdir. Hətta bir dərəcəyə gəlib sən çıxson ki, elə həqiqi mömin olsun, o da yeni səni cəhənnəmə aparmağının sürəti, kafirin cəhənnəmə getməyinin nəyindən, sürətindən olar, daha artıq olar. Və bu babətlərdən, bu və ondan qabaqçı dediyim cəhətlərdəndir, məsələn, deyirlər, simic mömin, paxıl mömin, təkəbbür mömin. İman, möminlik Allahla bağlılıqla deyir, elə deyir. Allahın da təkəbbürdən acığı gəlir. Allah da təkəbbürü haram eləyib. Allah təkəbbürü qadağan eləyib. Təkəbbürdən nə qədər sifətlər var, nə qədər pisliklər var, bu adamda nədir? Təkəbbürdür. Asıl buna biz niyə mömin deməliyik?
Demək, dilimiz öyrənib də. Ya da o dediyim kimi, günahın istəyir pislicin göstərsin ki, hətta bir nəfər gəlib bu dərəcəyə çata belə, bu əməlin sahibi olsa, yenə əməllərin neynəcək? Hamısını şeytan gəldi Həzrəti Nuh'a mərufdur da eşitmişsiniz. Dedi ki, səninlə bizim aramızda bəzi alverlər olub, işlər olub, mən eləmək istədiyimi sən elədin filan, bəs məkan. Belə də Nuh'la danışır şeytan. Mən istəyirəm sənə bir neçə dənə şey öyrədəm. Şeytanın da alveri bu idi ki, yəni Nuh'a deyirdi ki, mən gör bu qədər adamı haçana aparacaqdım cəhənnəmə, sən bir kəlmə Allahdan istədin, tufan gəldi, bunlar nafərmanlıq elədilər, getdilər cəhənnəmə, mən gərək düşeydim, bir dənə dağlayacam bunların hamısını Allah dedim, baxmayaraq ki, elə hamısında şeytanın barmağı var idi. Mümkündür bu şeytanın Həzrəti Nuh'la söhbəti də elə bu babətdən olsun, hətta bəzən şeytandan da bir düz söz baş verər, bir ürək yanmaq olar, ondan sonra bir insana yaxşılıq eləmək fikrinə düşər ki, şeytan şeytanlıq ilə bu işi görür ki, bəzi adamlar neynəmir, heç onu da eləmirlər. Ki, mümkündür bu babətdən də olsun. İşimiz yoxdur, hələ orasına keçsək biraz mümkündür, söhbət çox uzanı ola, amma belədir də. Məsələn, dahilər deyirlər, hədislər deyir, rivayətlər deyir, bəzi adam var, o olan yerə heç vaxt şeytan gəlmir. Məsələn, Nizami deyir, filankəs bir yerdən keçsə 3 gün ora şeytan gəlməz. Demir, orada olsa, orada otursa, deyir, oradan keçsə 3 gün orada şeytana ehtiyac olmaz. Bu, bəli, bu cürə insanlar var, amma hər halda şeytan bunlardan insaflı idi. Bir dəfə gəldi, Nuh'a dedi ki, sənə 3 dənə kəlmə söz deyim. Təkəbbür eləmə, paxıl olma, biri nə idi? Təkəbbür idi, eləməcinə. Mənim başıma nə oyun gəldi, təkəbbürlükdən gəldi. Paxıllıq, həsəd. Eləməcinə, Qabilin başına nə oyun gəldi? Həsəddən gəldi. Ki, vurdu, qardaşını öldürdü də, paxıllıq eləyirdi ona. Elə, onu da heç vaxt yaxın bıraxmacınla. Elə, bir də ki, həris olmacınla bir şeyə. Bir şeyə həris oldun, o da səni yıxacaq. Necə ki, Həzrəti Adəm o buğdaya neynədi? Həris oldu. Belə çox geçdi o yana baxdı, geçdi bu yana baxdı. Axır neynədi? O işi gördü, o buğdadan yedi. Adəmi beşdən çıxardan hərislik oldu. Qabili cəhənnəmə aparan paxıllıq oldu. Məni də Allahın dərgahından qovan gətirib, iç günündə yaşayır da şeytan. Gör, hardan hara gəldi? İndi çox bəlkə də adam var, deyir, bəxtəvər şeytanın başına. Amma nə bəxtəvərliyi var şeytanın? Gör, hardan hara gəlib? Elə deyir. Adam var deyirsən filan kəs, məsəl, maşallah, yaxşı deyirsən də, elə bir babat maşının var, minirsən, görsən, qardaş, niyə narazısın? Deyir, qardaş, mən 100 minliyindən bunlar döyə-döyə gətirib, mən salıblara, indi bu maşınla gəzirəm. Baxırsan, görsən ki, düz deyir. Bunun üçün biraz çətindir. Hətta şəriətimizdə şəna uyğun bir nəfəri saxlamaqda beytülmaldan da istifadə eləmək bir bəhsimiz var. Şeytan gör, hardan gəlib, hara düşüb, nə gündədir. Ona görə onun da məsələsi çox çətindir. Deyir, mənim də oradan qovan təkəbbür oldu. Adəmi beşdən çıxardan hərislik oldu. Qabili də o günaha mürtəkib eləyən, o günaha vadar eləyən, o da nə oldu? Paxıllıq oldu. Bu məsələlərdən nə edəcəkən? Uzaq ol. Yəni, bu məsələlərə əslən yaxın olmayacaq. Bəzən görürsən ki, şeytan da gəlir, insaf əhli olur, neynir? O, Həzrəti Adəm görməsən, özdə hələ təklif aləmi deyirə bəhsi. Amma məsələ nə idi? Məsələ bu idi ki, Həzrəti Adəm elə Həvva ilə, indi bilmirəm, valla, belə qol-qola gedirdilər, əl-ələ tutmuşdular, hər halda məhrəm idilər, də ər-arvad idilər, ondan sonra uzaq gedirdilər, yaxın gedirdilər, bir dəfə keçəndə baxdı, 2 dəfə keçəndə baxdı, insan bu cür olur günaha, insan bu cürə tamahlanır günaha, cinayətkar da birdən durub gedir, adam öldürmür. Elə bir dəfə bir fikirləşir, bir dəfə yuxusunda görür, sonra bir dəfə durur o yuxunu birinə danışır, o da yaxlı yuxu yozan olsa deyir, inşallah tezizdən baş oğru olacaqsan, məsələn, sən bu yuxundan belə görükür ki, nədir da indi böyük üstünlüklərdən biri odur da. Öyle deyir acı.
Döysələr mənə döyəcəklər, hədiyyəni döyməyəcəklər. Böyük üstünlərdən odular. Birinin təqvası var, yolu yoxdur. Birinin savadı var, nə olsun? Birinin təqvası var, nə olsun? Birinin gecə namazı qılandı, nə olsun? Biri məsələn, nə bilim, Məkkəyə gedib, nə olsun? Biri halal çörək yeyib, ömrü boyu dilinə haram söyləyib, nə olsun? Amma biri məsələn, cinayət edib, gedib yatıb türmədə, olsun ha, bu deyirlər. Bu da bizim zamanəmizin, elə o nədir? Məsələn, əcib qərib şeylər var ha, bu dünyada. Biri də məsələn bunlardır. İndi o əcib qəriblərindən mən çox danışmıram, istəyirəm o hədisi oxuyam ki, məsələn, bu günləri Quran dərsi deyəni 1500 manat cərmə eləyirlər, piyan küçədə birinə təpi vuranı 300 manat, bu o cübədəndir bu. Bununla hələ işimiz yoxdur. İndi bu da davam eləyər də biraz indi. Nə olar, axırı olacaq da, axır bunun bir yəsi tapılacaq bu məsələlərə neynəsin, bir əl gəzdirsin ki, bunu bizim əqidəmizdir, elə. Amma hələ işimiz də yoxdur ondan. Dünyanın əcib qərib işləri çoxdur. Elə birindən də biri nədir, bu cürədir. Üstünlüklər qalıb, dəyərlər qalıb, fəzilətlər qalıb, hamısı qalıb bir tərəfdə görsən, belə, bu cürə. İndi o oğrunu dedim, oğru yadıma düşdü, gəldi, çıxdıq oğurluğa. Belə məsələlər görsən, birinci dəfə deyiləmir ki bunu. Elə bir dəfə baxır, bir dəfə tanıyır, bir dəfə maraqlanır, bir dəfə yavaş-yavaş. Vallahi bəzən məzhəb dəyişənlərin bəzisinin kötücündə o dayanır. Deyir, maraqlanım görün bu nədir? Sənin kültəpi olmasın, sənin nöş maraqlanırsan, sənin o qədər oxumalı kitabın var, oxumalı, maraqlanmalı məsələn var, öyrənməli dərsin var, fiqhün var, ondan sonra nə bilim, əqaidun var, ondan sonra imamın var, tarixini öyrənmədən ötürü ilə bir nəfər Həzrəti Əlinin bir cümləsini götürsə, ömrü boyu elə onun üstündə işləsə, oradan nə edə bilər? Mənfəətlənə bilər. Sən nə işin var? Gedəsən elə bir Shakespeare'in də əsərin mütaliə eləyəsən ki, görüm nə eləyib bu, nə yazıb, nə oxuyub. Belə. Və görürsən ki, gedir axtarışa, gedir qoşulur nə? İbn Abbas hara getmişdi? Millət. Getmişdi Muaviyə ilə nə eləməyə? Danışığa, Muaviyyəni nə eləməyə? Başa salmağa. Əlinin haqqını tanıtdırmağa getmişdi İbn Abbas Muaviyyənin yanına. Getmişdi, güya Muaviyyənin dişini sındırıb, qaydacaqdala getdi, Muaviyyə belini sındırdı, onun oturtdu yanında. O cürədə deyir, elə adam hər yerindən duran dursun geçsin Həzrəti Əli kimi, hər yerindən duran dursun geçsin Malikəclər kimi, hər yerindən duran geçsin məsələn Əmmar kimi, elə neynəsin? Salamat da qayıtsın, gəlsin. Hətta İbn Abbasın o biri qardaşı, Əbdullah İbn Abbas, o müfəssir, ravi, mühəddis, o özün Əli əleyhissalam göndərəndə xəvaricin üstünə get, onlara, o kafirlərlə danış, onları başa sal, yoxsa Zülfüqar indi başlayacaq işləməyə. İbn Abbas getdi, qayıtdı, gəldi Əli əleyhissalama, dedi ki, Ali, onlara kafir demək çətindir. Onlara kafir demək çətindir. Hələ fitnə o dərəcədə də deyir da, Übeydullah İbn Abbası allatdı. Übeydullah İbn Abbası alladan, yəni Muaviyyə və Əmrasla üzbəz olmamışdı Əbdullah İbn Abbas. Dünənə qədər bundan çiyin yoldaşı olan döyüşçülərlə tanıdığı, dünənə qədər bir yer deyirlər də, büyün ayrıldı bunlar, xəvaric oldu da. Elə deyir, büyün ayrıldı. Bu da təbiidir. İnsanlar mərhələ ilə gəlirlər. Bir mərhələ, bir pirləşən. Görürsən, dağa çıxırlar, hərə bir yerdə oturur, dincəlir, dala qaydan kim, yavaş-yavaş gedən kim, sonra da dağı əyri gedən kim, biri köndələn çıxır, biri düz çıxır, biri daldalı çıxır, belə, biri otura-otura çıxır da. İndi hərənin özünə görə nədir? Öz fikri var. Amma bizim şəriətimizdə özümüzün fikrimiz yoxdur. Şəriətimizdə dəsturlarımız var, göstərişlərimiz var. İmamın, peyğəmbərin, böyük insanların, ondan fərz eləyən məraciin, vilayətin özünün xətti var ki, o göstərişdir bizə. Bizə fikirləşməcə ehtiyac yoxdur. Bir zəhmətin çəkib fikirləşməməliyik, o fikirləşmək zəhməti üstümüzdən götürülür bizim. Bir də orada fikirləşsək, oldu İmam Sadiq əleyhissalamda fikirləşmək. Mesela İmam Sadiq əleyhissalam fərz eləyir, sübh namazından qabaq 2 rəkət müstəhəb namaz qılıb, mən fikirləşim, görüm hələ qılınmını qılmayayım. Ya fikirləşim, görüm bunun dəlili hardandır, əsası hardandır. O onda bir də görəsən ki, axır 2 başı var. Ya gəlib təsdiq eləyəcəksən, ya da gəlib nə edəcəksən? Axtarışın nəticəsi odur. Axtarışın nəticəsi odur.
İnsanın özünün proqramının nəticəsi odur. İnsanın özünün düşüncə tərzi və istəsə şəriət idarə eləyə, şəriət qabağa apara, ya əslən özü bir şəriətdə dində ola, özü bir əqidədə ola, mən durum elə istixarə ilə, həşi görüm hələ bir gün gedim namaza getməyim, mən istixarə ilə görüm hələ bir 2 rəkət, məsələn, müstəhəb namazı qılım, ya məsələn, 2 vərəq Quran oxuyum, ya düşünüm ki, yox, indi mənim Quran oxumağım, ya 2 rəkət namaz qılmağım məsləhət deyil. Amma bu qədər yol qoyanların yoluna da baxmayan, o təbiidir ki, insan böyük fəlakətlərə və böyük həlakətlərə gedəcək ki, və onu oradan heç nə nicat verməyəcək ki, Allah ona heç vədəni verməyib. Dində bidət qoyandır, zalimdir, hətta yərdəl cəməli fi səmmil xiyat da Allah Quranda deyir, zalimin behişdə getməyi bir dəvənin iynənin deşiyindən keçməyi kimidir. Keçsə, o da behişdə gedir. O da ki, keçməyəcəkdir, hamımız bilirsiniz. Kimə desən, gülərlər adam. Hətta bəzilər deyirlər, Allah Teala niyə bu misalı vurub? Onsuz da bilinir, keçmir də, deyir, ondan təsbit eləyir də bu sözü. Kimsə fikirləşər, yox, həşə, Allah ərhəmər rahimindir, rəhməti çoxdur, ondan sonra, nə bilim, Allahdır, rəhmandır, rəhimdir, vəduddur, qəffardır, nədir? Elə indi bunu da bir təhər həkimin sahrasında keçirdəcək, gedəcək içəri. Amma onu Allah demənə istəyir ki, deyir, yox, mümkündür. Siz elə bilərsiniz ki, mənim rəhmətim buna şamil olacaq, mənim əzmi ondan sonra necə dostluğum buna şamil olacaq, bu behişdə gedəcək, yox. Bunun behişdə getməyin sizi müqayisə eləyin, dəvənin iynənin deşiyindən keçməyi ki, mümkündür. Ki, görürsən, onların içərisində bir dəstə adam da olar, Allah irəq eləsin, bir vaxt görürsən ki, elə və sən gecə namaz da qılıb. Niyə bu bəlaya düşdün? Mənim özümün şəxsi fikirlərim oldu, bu bəlaya düşdüm. Tabi olmadım. Keçən dəfələrlə demişik ki, Həzrəti Salman gedəndə Peyğəmbərin yanında həmişə onun ardıcan gedirdi. Ayağında Peyğəmbər götürürdü həmin yerin üstünə. Salman niyə bilirsən? Deyir, qoy, desinlər Peyğəmbər gedib də, deməsinlər Peyğəmbər və Salman gedib. İz bir dənə olsun. İz bir dənə olsun, 2 dənə iz olması. Elə ikinci iz olsa, o kötüyündən ziyanadır. Ən azı görəni bir dənə sən əziyyətə salatsan, görəsən Peyğəmbərlə gedən kimiymiş? Ən azı bu sualı verəcək. Elə qoy bir dənə iz olsun, desinlər ki, nədir? Buradan bir nəfər gedib, ikinci nəfərin mövzusu ortalığa çıxmasın. İkinci nəfərin mövzusu çıxmasın ortalığa. Və o ikinci nəfərin barəsində müzakirələr, söz söhbətlər, qəbul eləmə. Bir də görürsən, insanın ömrü nə oldu? Bir də görürsən, oturubsan axşam, bir söhbətə bir də var, sübh namazının vaxtıdır. İndi qılıb namazı hamı qaçır yatmağa. Bağla qapını, qıldır onların namazı, sonra otur cünən. Bir anda böyle bir yaxşı ağac götür əlvə, kim oturmasa vırqısına sınsın, otursun. Bax, biz ki bu mübahisəni səhərə qədər elədik, dinimizə xeyirdir, dünyamıza xeyirdir, özümüzə xeyirdir, ailəmizə xeyirdir, ya cəmiyyətimizə xeyirdir. Neyinədir? Heç nə. Heç nə. Eyni bənzəyir ona ki, görürsən ki, adam da oturub, məsələn, gecə saat 3-ə qədər Avropa klubları futbol oynayır, bu da oturub ona baxır. O baxır. İndi haram deyir, ha. Amma bu adamın gəlib 2 rəkat namazdan qiyamətin günündə ehtiyacı olsa, desə, valla vaxtım olmadı, deyə biləcək bu sözü. Deyəcəklər, qulaqların futboluna baxanda niyə eləmirdin? Hələ serial yadı demirəm, o serialdan çox demişir. Elə deyir. Ya məsələn də, o şey ki, belə laf oturmuşdun, çayxanada çay içmişdin. Düzdür, bizim günümüzün 4 saatı, yəni 4 yerə bölünür, 4də biri də ancaq möminlərlə nədir? İmam Baqir əleyhissalam deyir ki, möminlərlə mülaqat, görüşmək, onlarla həm söhbət eləmək, dərdi dil eləmək filan bəs məkan. Amma da möminlərlə 2 dənə mömin görüşəndə Allahın kamil olan 2 dənə sifəti görüşür. Gərək oradan nə çıxsın? Oradan nur özün biruzə versin. Oradan ilahi sifətlər biruzə versin. Yoxsa 2 dənə mömin oturub söhbət edir, yanından keçəndə simiskanı çıxdıyıb töküblər bu hündürlükdə, külqabı da ikisi dolub, üstü-üstə. Belə də belə aləm qarşıdır, bu möminlik budur. İman bunları bu cürə tərbiyə eləyib. Peyğəmbərə deyirdilər, Allahın sənə əmr eləyib ki, bizim bitlərə tərbiyəsizlik, bu hörmətsizlik eləcəkən. Belə, hələ bütün barəsin. Mömindir bu, beləncə mömin olur məsələn. Burada nə nur var, simiska tumundan, qabığından başqa heç nə yoxdur. Amma əsl həqiqətdə mömin görüşür. Əsl həqiqətdə mömin görüşür.
Və oradan nədir? Və mən tarixdən bir iki dənə misal gətirsəm sizə ki, biraz vaxtı çox aparar. Məsələn, filan vaxt iki dənə mömin görüşübmür. Elə lap belə çox o yana bir yana getməkdə. Bir dənə siz, məsələn, Malikəclərlə İbrahimin görüşünü nəzərə çalın ki, onlar ilk görüşdə neçə illərdən sonra nəyin bir növrəsini qoydular, nə inədilər? Ya başqa-başqa, məsələn, o qədər mömin insanlar var, görürsən, görüşüb, bunun mömin ibadət, itaət əhli olmağına baxmayaraq, 100% bu tərəfin beşdə getməyi bu görüşün üstündə qurulub. Niyə? Bu namaz qılıb, oruçdur, filan, belə bir kör-kör ona. Amma buradan, niyə görə Əli Əsəlam deyir, hədis məscidə gedən 8 dənə şey qazanar məscidə getsə? 8 dənə şey. 100%, bir adam məscidə getsə, 7'sini qazansa, günah özündədir. Allah orada 8 dənə bir hədisdə deyir, ha. Onun biri mömin qardaşdır, biri filan, biri də bir dənə kəlmədir ki, o adam gələndə məscidə bir fikirlə gələr ki, gedim məscidə, çıxım, gedim bu işi görüm, ki, o iş onun həlakətinin işiymiş, o məsciddə bir dənə kəlmə. Özdə mümkündür o iş haram iş olmasın, caiz iş olsun. Amma o məsciddə eşitdici, bir mömindən gördüci bir söz və bir hərəkətdə bu fikrindən dönər və nəticədə dünya və axirət həlakətindən nə olar? Qutarar. Çünki iman bevdə, iman əmin deməkdir. Mömin niyə deyirlər? Biz iman gətirmişik, ona görə mömin deyirlər. Yox, möminin əsl mənası odur. Möminin əsl mənası odur ki, heç kim bunun əlindən əzab çəkməyəcək. Hamı bu adamdan əmindir. Yəni, burada sağlamlıq var, burada necə deyim, mərhəmət var, burada gözəllik var, burada əmin-əmançılıq var da, burada hamı əmindir. Hamı öz işin bilir, hamı öz hüququn bilir, hamının da hüququna qarşılıqlı nə olur? Hörmət. Və gərək belə də misalların o barədə çox danışmaq, çox vurmaq olar ki, iki dənə də mömin görüşəndə gərək bu nəticə çıxsın. İndi çıxmırsa, bu cürə işlər olursa, o möminin günahıdır. Sabah da qiyamətin günündə gəlir, Allah mənim pərvərgərə, mənim bir köməklik elə də, deyir, Allah deyir, mən sənə köməklik eləmişdim də. Allah mənə rəhm elə də, Allah deyir ki, mənim sənin rəhmətim şamil olmuşdu da. Mənim rəhmətim deyirdi, sən göz baxırdın, yaxşını pisdən seçirdin, qulağı yaxşını pisdə eşidirdin, ağıl düşünürdün, əlin var idi, ayağın var idi, elə deyirdi. Rəhmətim deyirdi, biri sürüşdü, qabağında yıxıldı, ha. O rəhmət deyirdi, sən əli uzadıb onu neynəyəsən, oradan qaldırasan ki, mən də indi qiyamətin günündə neynəyəm? Əli uzadanda, yıxılanda əlimi uzadıb səni oradan götürəm. Rəhmət bə nə deyirsən? Yox, qaldım, mən sənin əvəzində namaz qılmalıyamsa, o da mənim proqramımda yoxdur. Bizim təqribən bəzi yerlərdə kimdənsə köməklik istəməyimiz, istər maddi, istər mənəvi, axirətdə də hətta Allahdan köməklik istəməyimizin mənası bu olacaq ki, Allah 2 rəkət namaz qıl ver mənə. 2 rəkət namaz qıl ver mənə. Ya təmənnamız bu olacaq ki, gərək burada namazı qılıb verəydi mənə, savabı mən aparaydım. Allahın rəhmətidir də. Allahın rəhməti deyir, bir dənə adam bir günləri namaz qılır, fərz edir. Bir dənə adam, məsələn, istəsə, tamam dünyanın fəsadı ki, o bu boyda telefonun içindədir, bütün elə behiştin yolunu oradan tapar. Navigator elə oradan olar da, düşər onun dalıcan gedər behişdə. Elə deyir. O göstərir. Hamısı, bütün dünyanın fəsadını yığmaq olur o bu boyda telefonun içərisinə. Bu boyda dəmir qutunun içərisinə. Elə deyir. Bax, bir adam, Allah ona bu qədər mərhəmət, bu qədər neymət verib ki, o bu boyda qutu onu neyləyə bilir? Salıb ardıcan, aparıb beşdə çıxarda bilər. Yəni, sən o birisinə futbola baxırsan, o birisinə baxmırsan, ona Allah neynəsin, ya onu yaradan neynəsin. Bəzən deyir ki, Allah televizoru çıxardan evin yıxsın. Ay, niyə yazığın evin yıxsın? Televizoru çıxardanda belə, əvvələn bilsəydi bu televizora belə adamlar çıxacaq, heç onu düzəltməzdi. Burası belə. Bir üstə ki, o düzəltməyib ki, hamı gəlsin televizora, soyunmaq istəyən televizora gəlsin. O istəyib ki, belə də mərifətli adamlar gəlsin bu televizorda. Cəmaat baxsın, dünyadan xəbərdar olsun, mariflənsin, filan məsələn. Mən elə sizinlə da hamımızı demək olar ki, harada görsəm tanıyaram da. Nə qədər bizüdür bir, nədir, başqalardır, məsələ gəlməyən də bir hidayət olsun. Bir elmi bəhs olsun. Bir də heç olmasa doyunca heyvanlar aləmindən valla orada veriliş verələr ki, adam bilər ki, məsələn, bu şirin xüsusiyyəti nədir, ayının xüsusiyyəti nədir, ilanın xüsusiyyəti. Maraqlıdır da bu şeyləri bilmək. Düzdür, bəzən mümkündür insanın əksəriyyəti axirətinə təsirdir. Ən arzı insan bir şirin barəsində məlumat qədər cahillikdən neynəyər? Çıxar. Əvəzində də bu yanda nədir? Fəsadlar var. Bir də bəzi heyvanatlarda bəzi xasiyyətlər var. Çoxlu hədislərdə varımızdır. Tamam eləyirəm, yatmın. Çoxlu hədislərdə varımızdır. İtdə filan xasiyyət, neçə xasiyyət var insanda olsa
olsa yaxşıdır, xoruzda neçə xasiyyəti var insanda olsa yaxşıdır, dəvədə neçə xasiyyəti var insanda olsa yaxşıdır. Hələ bunları ki, o vaxt tanıyıblar, sonradan çıxıb da bəzi heyvanlarda olub ha. İntihası, məsələn, televizor olmayıb ki, baxasan Avustraliyada məsələn kenguru var bu formada. Ya məsələn, filan yerdə filan heyvan var. Ki, onların da elə xüsusiyyətlərindən hamısından nə edərdi? Deyərdi. Amma görürsən ki, hətta var. Məsələn, atın bu xasiyyəti var. Ondan sonra belə də 1000 dənə heyvanatın sifətindən ki, hətta insan birdən o heyvanat aləminə səyahət bir verilişi orada yaratsalar, bir məsələn verilişdə şirdən, birində pələkdən, birində pişikdən, birində nə bilim də belə də kengurudan, o qədər heyvanat var, doludur. Hərəsinin birinin xüsusiyyətlərindən valla orada versələr ki, görəsən elə böyük, uşaq, arvad, kişi, oradan nəsə eləyər, oradan nəsə bir istifadə eləyər. Hətta özündə tətbiq eləməsə də, heç olmasa bir düşünər ki, Allah, sən nə dərrakəli bir şey yaratmışsan. Məsələn, Əli əleyhissalam Nəhcül Bəlağada qarışqadan danışır, tovuz quşundan danışır, nədən danışır? Dəvə quşundan da danışır. Deyir, dəvə quşu, məsələn, 9 dənə yumurtasa, 3'ünün üstündə oturur. 3'ünü sındırır, qumun üstündə, qoyur, qumun üstünə qalır, 3'ünü də sındırır, qumda bastırır. 3'ünün üstündəki oturur, oradan nə inir? Düzə çıxardır. O ki, yumurtanı qoyub qumun üstündə onu da gün bişirib, düzə də çıxan kimi ona ən gedən lazım olan yemək gələ, qədimdən yumurtanın sarısı ağıdır, ya sarısıdır, sındırar o yumurtanın sarısını ver onuna. O bir-iki gün onlar da yiyəndən sonra o ki yumurtanı sındırıb, torpaqda bastırıb, sırası qurd-quş yığışır axora, həşarət filan, onun üstünü açar, balalar da bir-iki gün oraya yığışılmış həşarətdən yiyər, ondan sonra deyir ki, bolada mən vəzifəmə, təklifimə nə elədim? Əməl elədim. Amma görürsən, insan var, dədəsi 4 dəfə də evləndirib onu, hələ də deyir ki, yox dədə mənə borlusan. O başa düşmür, amma dəvə quşunun balası, adı quşda da olsa, dəvə də olsa, indi dəvəliyi çoxdur, ondan quşluğu çoxdur, nəyi çoxdur deyənmərəm, ancaq nədir? O onu başa düşür. O onu başa düşür. Amma adam var ki, başa düşmür. Dədə evdə tikib, onu hər şeyi başa düşmür. Niyə bu başa düşmür? Dədə vəzifəsinə düzgün əməl eləməyib. O heyvanatın üstünə qoyulan qanun ki var, o heyvanat tərəfindən o ki icra olunur və bu heyvanatı, baxın, bir dənə misal deyim də, indi bir 5 dəqiqə bu hədisdən oxumasaq da evi yox, oxumarıq. Bir 5 dəqiqə insan şuurlu bir dənə məxluqdur da, 8000 ildir təqribən bu insanı Allahın lütfü, ondan sonra mərhəməti, kəraməti, əzəməti yerində bu insan bu qədər şuuru ilə özü-özünü saxlayır da, elədir, özü-özünü saxlayır. Özünə çörək qazanır, pul qazanır, yeməyin, içməyin, yaşayışın, nəslini çoxaltmaq, ondan sonra nə bilim də, nəsil çoxaltmaqda, hardan çoxaltmaq, necə çoxaltmaq, kimlə evlənmək, kimə ərə getmək, bunlar əsas məsələdə. Əli əleyhissalam deyir, əkinizi əkəndə münbit yerləri əkin, gedib şoranlıq yerləri əkməyin. Elə bəzi bunu molla elə bilir ki, buğda əkəndə deyir, gedin, nə eləcək, məsələn də, filan yerin torpağını əkki, orada məhsullar 10 sentiner olacaq. Məqsəd o, nəsil artırmaqdadır. O buğda əkməkdədir. Şoranlıq yerlərə əkməkdir, münbit yerlərə. Nəslinə baxın, icabətinə baxın, axtarış eləyin, ondan sonra götür qoy eləyin filan. İndi düzdür, bəzi adam var gərək axtarış eləmək, o nardaranı molla, Axund demişkən, Axund deyir, ancaq adı indi yadıma düşsə deyərəm adında ki, gərək bəzi adam axtarış eləmək üçün bunu tanıyacaqlar, sonra işləri baş tutmayacaqdır, bunu tanıyacaqlar. Amma hər halda da qədimdən deyirlər, kəbutər, bazda, hərənin özünə görə bir tipi var, klası var, sinifi var, nəsə işimiz yoxdur. Bu qədər ki, din əhəmiyyət verib, din proqram yazıb, din başa salıb, çörək yeyəndə belə ye, içəndə belə iç, suyu üfürmək, isti suyu belə yemə, yağlı yemək, belə yemə. Hətta bəzi yerdə var, yemək yiyəndən sonra uzağın saqqıçı, solğuçunun üstünə qoy, ona da vaxtı yoxdur, heç biz elə qaça-qaça çörək yeyirik, onunla qalmışdı, bəxtəvərçiliyi biz utanəm, nətər eləyək, burasına qədər bir tikə, məsələn, bir addımda olsa, yemək yiyəndən sonra addım atın, bir addımda, vəlav qədəmən, xutfətən var da rivayətdə. Bunların hamısı insan həyatının, insan nəslinin yaşamağından ötürü, sağlam, düzgün yaşamağından ötürü bir dənə proqramdır.
Baxın, bu qədər proqramlarla insan bu cürə cılız bir vəziyyətdə yaşayır bu gün dünyada. Heyvanın kimi var? Peyğəmbər gəlməyib ona, müəllimi yox, məktəbi yox, institutu yox, texnikomu yox, ondan sonra necə deyim, dədəsi yox, nənəsi yox, dəvə quşu 3 dənə yumurtanı verdi də xoş gəldin. Qaranquş da onun üçün, məsələn, özünə ev tikir qaranquş, o düzəni yumurtanı qoyur orada, görmüşsünüz də gələndə, indi birazdan gələcək inşallah, belə getsə də heç o da gəlməyəcək. Nədir? O yumurtanı qoyur orada, düzəni çıxardır, çıxardanla onu yemləyir, uçdu qutardı da o quş gələn dəfə o yuvaya gəlmir, elə gələn ana qaranquş gəlir ora. Balası özü gəlir, neynir? Özü bəzən də görürsən ki, köməkləşirlər bir dənə, özləri üçün neynirlər? Yuva düzəldirlər. Qədimlə insanda da iməciliyi məsələsi vardır. Leylinin iməciliyindən yoxa, elə könüllü surətdə bir-birinə kömək eləmək da indi onlar yığışıb da bu da texnika dövrüdür. İnsanlar ancaq bir-birinə internetlə kömək eləyə bilirlər. Baxın, bu qədər heyvanat ki, bu işləri görürlər, bizim əlimizdə olanlardan heç nə yoxdur onlarda. Amma bir dənə qanun ki, Allah onların başında yazıb proqramı qoyub o. Ondan başqa dediyim, təkrar edirəm, nə məktəbi var, nə məscidi var, nə mədrəsəsi var, nə müəllimi var, nə valideyni var, nə şuuru var o dərəcədə ki, məsələn, fikirləşsin ki, mən bunu yeyim ya onu yeyim yox. Amma görürsən, yaşayır. Bizdən də yaxşı yaşayır. Valla gedib şirə desin ki, şircə gedəsəni, bizdən kətdə bir dənə ev tikəcək, neyin etsən? Bizim kətdə yaşayacaqsan. Yerə çıxıq gedirsən, dəli olubsan, başın xarabdır. Mənim sizin kətdə nə işim var? Sizin kətdə gül kimi yaşayıram, bu mənim çölüm, bu mənim meşəm, bu mənim sərinliyim, bu mənim gülüm, çiçəyim, mənim yerim. Mənim adam içində nə işim var? Gül kimi yaşayırıq. Bilirsiniz nədən onlar yaşayırlar gül kimi? Ona görə onların, Allahın onlara verdiyin, onlar düzgün yerində, normasında, qaydasında istifadə edirlər. Ona görə də heç kimsiz onlar bu günə qədər yaşayır. Hətta o bəzi heyvanatın ki, nəsli itib gedib, qutarıb yer üzündən kəsilib, o da nədir? İnsandır, səbəbi insandır, günahkarı insandır. İndi qədim dinozauralar deyirlər, onlar yaxşı olub elə yeri, nəsli kəsib, orada insan olmayıb o vaxt, şey olub, o qalsaydı çətin olardı. Baxmayaraq ki, bəzi hallarda adam fikirləşir ki, elə bəzi adama gücü çatsa dinozauranı çatar, kəş Allah birindirib də göndərə, məsələn. Çox bir kuruq vura bu dünyada çıxa gedədə, bir kuruq, bir kuruq vura, amma biraz da belə ola da, ya insanları o təqvə ilə tanıya, ya məsələn, Allah ona bir balaca ilham eləyə ki, kimi götür, kimi götürmə, məsələn, bir kuruq vursa elə getsə, quyruğunu bir ucu Azərbaycanın içindən keçsə, özü başqa yerdən getsə, bəs elər. Mütəsi da ölüb, qutarıb, bəlkə deyil Allah Teala ona görə öldürüb onu ki, bu nə olmasın, bəzi adamlar bunu görməsin. Nəsə işimiz yoxdur. Proqram, onun proqramı bir səhifədir, bizimki 1000 səhifə, müəllim milyonlarla, amma biz bu cürə yaşayırıq, onlar o cürə yaşayırlar. Və belə də təbiətən götürəndə, üst-üstə heyvanat və insaniyyət qanununu götürəndə, heyvanat öz qanunlarında insana nisbət həm sabit qədəmdir, həm məsumdular, yəni günah eləmirlər, o qanunu pozmurlar. Bir üstə belə yaşayışında Şirarda yaşamalıdır. Şirvillada yaşamamalıydı. Şirə zülm eləyib gətirib salıblar zooparka. İnsan, baxın, bir vaxt insanlar başladılar naməşru yerlərdən pul qazanmağa, öz o heyvani mədələrini doldurmağa, gəldilər heyvanatın ayağını çıxartdılar o cürə. Ki, inəyi alarlar, satarlar. Amma saxlamaqda nədir? Day, məsələn, şiri gətirərlər, zooparkda oynadalar, meymunu gətirərlər, ələ salalar, nə bilim, ayını gətirdələr, qaçırdalar. Nədir? Ondan pul yığalar. Bu, insanın proqramında yox idi. Amma insan gəldi, bunu elədi. İnsan bunu elədi, bir vaxt gəldi, insanın meymun oynatmaqla pul qazanmağı insanı qane eləmədi. İnsan başladı özü meymunluq eləməyə. Və bir dəstədə meymun oynadanlar başladılar ona neynəməyə? Çörək atmağa. Və nəticədə də gəldi neynədi? Çıxdı. Vallahi o meymunu gündə 5 dəfədən də yedirsin, özdə belə də əsl yeməklərin versin, açan kimi elə yeri haradı ora gedəcək. Amma bu bədbəxt insanı 50.000 dəfə tutub yerində bağlayırsan, açan kimi gedir meymun yerində oturur. Gedir özünə lazım olmayan yerdə oturur. Gedir vəhşi yerində oturur. Amma onu açan kimi bir dənə məsələn heyvanı tutacaq, bıraq, çıxacaq, gedəcək. Hardan gəlib ora? Adam var, pişir qoyur bağaca, gedir məsələn ələtdə buraxır, qaydır gəlir, görür özündən qabaq gəlib həyata.
Görürsən, bəzi heyvan hətta öz yaşadığı evə və o ailə üzvünə bəzi insandan daha vəfalıdır. Bu qəbul eləmir də. Adam var gedib başqa yerdə 2 həftə yatır, gəlir, avaraları gəlir, amma görsən də bunu aparıb ora bıraxsan gəlir. Şimdi belə də bugünkü dərsimiz ancaq elə heyvanatdan oldu, söhbətimiz. Ancaq neyini? Bu həqiqət budur da. İnsan o televizorda əgər bunu göstərsələr, bu xasiyyətləri danışsalar, insan heç olmasa ondan ibrət götürər, onu da vermirlər. Belə ona görə vermirlər ki, insan heç nədən ibrət götürməsin. Çünki insanın ibrət götürməyi, insanın mömin olmağı, insanın mütədəyyin olmağı, insanın bir qanun çərçivəsində hərəkət eləməyi insanların çoxuna neynəmir, sərf eləmir. Ona görə də görsən, gündə bir dənə hoqqa çıxardırlar. Gündə bir dənə hoqqa çıxardılar, gündə bir dənə söz deyirlər, bir daha nə bilim proqram yazırlar, biri deyir belə olacaq, biri deyir öyle olacaq, ta nə olsun bu insan həqiqətdən. Heç kim demir ki, gəsəni, məsələn, biri çıxıb bir dənə yolla, divarın başı ilə gedir. Bu divarın başı ilə də getmək vacibdir, çünki bunun yolu başqa yoxdur, ancaq bu divarın üstündən nədir, getməzlər. Heç kim demir ki, əlindən tutum, kömək eləyim sənə, kes gedi o bir üzə. Gələn elə əlindi ver əliyi, dartır salır, özü çıxır ora. Ki, mənim proqramımdan gedir. Kültəpə bunun proqramı var da, buna proqram lazım diyor ki. Bunun proqramı var. Yazılı, peçatda vurulub, möhürlənib, təzmin olunmuşdur. Zamin durulmuş bir dənə proqramdır. Sən yaxşı adamsan, bunun əlindən tut, qoy nə olsun? Bu, öz proqramını icra eləsin. Başqa proqramını verirsən buna. Ha elə belə də insan gəlir bu yerə çıxır, o insan əsas məsələlərindən də biri dediyim kimi də ixtiyarında olanlardan düzgün istifadə eləməməkdir ki, onu da bizim bugünkü bəhsimizdə elm idi. Elm ki, gələn dəfə inşallah danışarıq, bir bilik, bir çərçivədə, bir səviyyədə hər insanın özünə uyğun ki, gərək ondan insan lazımı qədər istifadə eləsin. Lazımı qədər istifadə eləməsə ziyankardır. Lazımı qədər nə qədər? Məsələn, Əli Əleyhis, Həzrət Peyğəmbər Əbu Azərə vəsiyyətində deyir ki, Əbu Azər, elmin oldu gərək səni ağlada. Elmin oldu gərək səni ağlada. Baxın, əcib qərib bir dənə sözdür. Həzrət Peyğəmbər deyir, özdə Əbu Azərə deyir. Yəqin biz Əbu Azər qədər o sözün mənasını, dərinliyin başa düşməyəcək, amma deyir ki, elm gərək ağlada. Ağlatmasa nə olacaq? Mən utiyə minəl elmi ma la yubkih ləhəqiqun ən yəkunə qəd utiyə elmən ma la yənfə. Bir adam bir elmi ola, bir dərəcədə, bir səviyyədə o elmi onu ağlatmasa, həqiqətdə ona verilən o elmin heç bir mənfəəti yoxdur, heç bir faydası yoxdur. Məsələn, mən fərz eləyək ki, məsələn deyək də, elə bir zehnimizə yaxın olan bir şeydən danışaq. Bir adam ki, İmam Hüseyin əleyhissalamı tanıyır, İmam Hüseyin əleyhissalamın getdiyi amalın, yolun, hədəfin və başına gələn müsibəti bilir, başa düşür. Elə onu özü oturub fikirləşsə, o onu ağlatmalıdır, rozaxana ehtiyacı yoxdur. Ya daşla vurub ağlatmağa ehtiyacı yoxdur. O onu ağlatmalıdır. Məsələn, Qur'anda ayə deyir, amma bunlarla tuşlaşdıranda görsən adam nəsə başa düşür. Qur'anda ayə və izatuliyyət əleyhim ayətu zadətü imanən. Onlara Qur'anın ayələrindən, Allahın ayələrindən oxuyanda imanları çoxalar və ağlayarlar, gözləri yaşlan dolar filan bəsməkan. Niyə? Elə ki, o ayəni oxuyur, bu xəbərdar olur. Xəbərdar olan kimi, ayə qulağına dəyən kimi gözündən olur? Başlayır yaş çıxmağa. Və eyni bunun kimi. İnsan bir şeyi bildi. Həzrət Peyğəmbər deyir, o bilik gətirib onu o dərəcəyə çıxartmalıdır ki, bunu ağlatsın. Ağlatmasa, əslən, elə bir şey verilib ona ki, bunun ziyanınadır, ya ən azı buna nədir? Fayda vermir. İndi bəlkə biraz geniş mənada tutsaq onu, məsələn, deyək ki, hə, bu bildi bunu, biləndən sonra gərək mərhələlər keçsən, nə ola, gəlib bir məqama çıxa, elə o məqamda Allah, nə eləyən? Allah razı olan məqam ola. Ondan sonra da insan ağlayar elə. Niyə? Bir adam, bir ağıllı adam, bir düşüncəli adam, bir nəfərin ardıcan gəzə, o buna həmişə lazımdır, bunun ondan tam şəkildə ehtiyacı var, onu tapa bilməsə, ona əli yetişməsə, bu elə gərək ağlaya da. Əli əleyhissalam kim nədən ağlayırdı? Cəhənnəmin qorxusundan ağlayırdı, ya behiştə mənnasında ağlayırdı. Allahla razı niyaz edirdi, ağlayırdı. Allahı tanıyırdı. Bəs insanın nə miqdar Allahı tanımağa, ya bir haqqı tanımağa və o qədər indi ağlamalı məsələlər var. Vallahi, indi İmam Hüseyin əleyhissalam gəlsə deyəcək ki, mənə mərsiyə yazma onu. Mənə yazılan mərsiyələr bəsdir.
öz dərdinizə, öz müsibətinizə yazın, ağlın, döyün başınıza, öz müsibətinizə. Mən bəsdir, belə bu qədər yazılıb kifayətdir. Ağlamalı bu deyir ki, 13 yaşında bir dənə cavan uşaq gedir Allah'ın yolunda, imamının qabağında, dünyadan başqa dünyaya gedəsi, aparası yolların ən şərafətlisi ilə addımını atır buradan, keçir ora. Ki Allah da deyir ki, ölmüş hesab eləməyin. Və la təhsəbənəl-ləzinə qutulu fisəbillahi əmvata. Bu ağlam müsibət deyir ki bu. Müsibət budur ki, 83 yaşı var kişinin hələ heç nədir. Namaz yox, oruc yox. Müsibət budur. Namaz yox, oruc yox. Allah belə də danışırsa, belə də görməmsiniz. Və ən ağlamalı şey budur. Gərək buna döyəsən, başvasını ağlayasan. Allah Muhammed al-Muhammed xatirinə bizi ahirətdə ağlatmasın. Allah bizi bildiklərimizə əməl edənlərdən qərar versin. Muhammed al-Muhammed xatirinə bizi nəfsimizin umuduna qoymasın. Şeytanın şərri vəsvəsəsini bizdən uzaq eləsin. Muhammed al-Muhammed xatirinə bağışlamamış dünyadan aparmasın. Tamam günahlarımıza qələmi əffi çəksin. Allah Teala bizi bəyəndiyi bəndələrdən qərar versin. Bizə rəhm eləməyənləri bizə müsəllət eləməsin. Zalimləri tezlikcə məhv nabud eləsin. Nəslimizdən, bədi nəslimizdən İslama, müsliminə düşmən qərar verməsin. Muhammed al-Muhammed xatirinə tamam möminlər, xüsusən bu cəmdə əyləşənlərin tamam ehtiyaclarını əda eləsin. Halaldan bolluca ruzu əda eləsin. Bərəkətli uzun ömür əta eləsin. Muhammed al-Muhammed xatirinə tamam möminlərin nə müşkilləri var, tezlikcə bəbəl həvaicin əli ilə həll eləsin. İltiması eləyənlərin dualarını qəbul eləsin. Xəstələrə, xüsusən iltimas olunan xəstələrə şəfayı acil inayət eləsin. Muhammed al-Muhammed xatirinə Allah bizə günü-günündən dinimizdə, əqidəmizdə sabit qədəm olmağı qismət eləsin. Allah Teala bizi dünya və axirətdə Peyğəmbər və Əhl-i Beytinin yanında xəcil insanlardan qərar verməsin. Allah Muhammed al-Muhammed xatirinə dinimizin düşmənlərinin tezlikcə məhv olmağı ilə, xəcil olmağı ilə, rüsvay olmağı ilə bizi sevindirsin. Dinimizə əl uzadanların tezlikcə əllərin Əbu Ləhəbin əlləri kimi qət eləsin. Allah Teala ağamız İmam Zamanın qəlb-i nazəninin bizdən razı, xoşnud eləsin. Ağanın zuhurunda təcil eləsin. Ağanın bu günlərdə elədiyi duaları bizim də barəmizdə qəbul eləsin. Bizi ağanın həqiqi dostlarından, köməkçilərindən və rikabında şəhid olanlardan qərar versin. Salavazı.